Rövnaq Abdullayev məndən paralel oxuyub, eyni ildə universitetə daxil olmuşuq. İnşaat Mühəndislər İnstitutunun o Rus qrupasına daxil olub. Mən Azərbaycan dilində olan qrupda oxumuşam. 2 il bizlə oxuyandan sonra bu Rusiya, Moskvaya təhsil almaq üçün göndərilib. Təbii ki, burada bəzi adlar çəkməyəcəm, çünki onlardan bəziləri bətni dəyişib, bizim dostlarımızdandır. O zaman Naxçıvanda mənim bir dostum da var idi. Naxçıvanda çox seçilən bir ailənin övladı idi. Bizim o vaxt qrup yoldaşlarımız mənim hər halda söhbətimi dinləyirlərsə, bilirlər söhbət kimdən gedir. O dostumuz o zaman oxuyanda təbii ki 82-83-cü ildən mən danışıram Zahir bəy, o dövrlər. Dostumuz universiteti demək olar oxumurdu. Dərsə də çox zaman gəlmirdi, amma bizlə eyni vaxtda universitetə girdi, eyni vaxtda da universiteti bitirdi. Hamı çox səmimi olduğumuza görə mən bilirdim ki, həmin dostumuzu universitetdə oxuduran İlhüseyn Pirhüseynoğlu Hüseynov, eşitmişsiniz, DTX generalı. O həmişə ona İlhüseyn əmi deyirdi. Və onu universitetdə bütün imtahanlarını yazdırdıran, oxuduran da İlhüseyn Pirhüseynoğlu Hüseynov idi. İlhüseyn Pirhüseynoğlu Hüseynovun da kim olduğunu Azərbaycanda hər kəs bilir. Günlərin bir günü, təbii ki, biz dostumuzla çox yaxın idi, rəhmətə gedib, Allah rəhmət eləsin. Oturmuşduq, dedi ki, İlhüseyn əmim də Rövnaq bəyi Moskvaya oxumağa göndərdi. İndi hər deyiləndə inanmaq mən bəlkə ləkəliyirlər. Mən 82-ci ildə tələbə dövründən danışıram. Gənc 22-21 yaşında, 20 yaşındakı dostlarımla danışıram. Münasibətləri mən bilirəm Zahir bəy. Burada hansı bir siyasi maraq yoxdur. Mən ondan danışıram. Mən bunu deyirəm, təbii ki, ayrı-ayrı qurum və quruluşlar bunu not eləsinlər. Bunun yanlış tərəfi də ola bilər, doğru tərəfi də ola bilər, siz deyən kimi. Təbii ki, onun Moskvaya oxuması dövrü onunla başlayır, amma mən çox təəssüf eləyirəm ki, hələ Azərbaycanda SOCAR yarananda və sonraki dövrdə Rövnaq Abdullayev ora təyin olunanda Azərbaycanda bir sıra kolonların müstəqil Azərbaycanda necə təşkilatlanmasını uzun müddət tədqiq etdiyimə görə bilirəm ki, siyasi partiyalar üzərində necə kolonlar qurulub, dövlət qurumları içərisində nə qurulub, nəyə xidmət ediblər, maraqları nə olub. Görüntüdə bağımsız Azərbaycan dövlətini Rusiya bağlı etmə uğrunda bir strukturlaşma gerçəkləşib. Azərbaycanın Müdafiə Nazirliyində Nəcməddinlər, bilirsiniz ki, Azərbaycanın müdafiə sistemi müstəqil olub güclənə bilməsin. Azərbaycanın bütün qurum quruluşlarına yanaşı, siyasi mühitində də ayrı-ayrı partiyaların, ictimai təşkilatların yaranması, məmur ordusunun içərisində güclənmək, bunun yanaşı Azərbaycanın iqtisadi gücünü nəzarətə götürmək. Azərbaycanın iqtisadi gücü nədir? Əsas neft sektorudur, doğrumu? Neftdən də gələn gəlirin satışçısı kimdir? SOCAR-dır. Deməli, SOCAR-da da bunlar strukturlaşmalıydılar. Amma bağımsız bir Azərbaycanı SOCAR-ından görüntüdə gedir, amma mahiyyətdə Rusiyanın güclü olduğu, hakim olduğu bir strukturlaşmadan söhbət gedir. Çox ehtimal ki, bunu mən çox istəyərdim ki, araşdırsınlar. Bir sıra təxminlərim var, ad çəkmək istəmirəm. Bu, Adnan Əhmədzadə o zaman Moskva tərəfindən o vəzifəyə göndərilmiş adamdır və Rövnaq Abdullayev və onun patronları tərəfindən qorunub uzun müddət. Böyük sektorlarda ona tapşırılıb, amma dövlət kimin kim olduğunu, nə ilə məşğul olduğunu davamlı izləyib. Qaranlıq bir məqam qalmayıb. Sonraki dövrdə, təbii ki, bu şəxs Azərbaycanda çox saylı qüvvələrlə işbirliyinə girib. Özəlliklə neft satışı ilə məşğul olan, ayrı-ayrı imtiyaz sahibi olan güclər onunla işbirliyində olublar. Bugün görevdən ayrılan bir sıra yüksək məmurlar bu işin içərisində olublar. Çoxları deyir ki, bu Adnan Əhmədzadə özündən kimi aparacaq? Mən sizə əmin eləyirəm ki, uzun sürə
görevdən alınmış, hələ də cəzalanmayan bir çox fiqurlar var ki, bu ipin ucu oralara gedəcək. Bir. İkinci, hələ də Rusiyanın Azərbaycan dövlət qurumları içərisində olan uzantılarına bu gedəcək. Özəlliklə SOCAR-ın içərisində hələ də SOCAR-ın rəhbərliyinin təmizləyə bilmədiyi güclər artıq burada sıradan çıxarılacaq və o işlər onların üzərinə gedəcək. SOCAR Azərbaycanın olması uğrunda yeni bir mərhələyə qədəm qoyur ki, biz millət olaraq, dövlət olaraq bu iradənin yanında olmağa bacarmalıyıq ki, SOCAR gerçəkdən Azərbaycan şirkəti olaraq bütün gəlirləri ilə Azərbaycana xeyir verən bir şirkət olaraq meydanda olsun, biz də ona tam mənada sahiblənə bilək.